Allah öz dininin haqqaniyyətini iddia eləmək üçün meydana xanım Fatimə Zəhranı gətirir. Bu elə belə bir balaca bir məqam deyil. Xanım Zəhranı meydana gətirir Allah Taala ki, dininin haqq olduğunu sübut eləmək üçün. Niyə xanım Zəhranı Allah meydana gətirir? Peyğəmbər sallallahu aleyhi və alihin duasına amin demək üçün xanım Zəhra lazımdır orada. Onun duasına amin demək üçün. Əhl-i Beyt Təthir ayəsidir. Xanım Zəhra Təthir ayəsində Allahın pak elədiyi xanımdır. Və bir dənə də hədis deyim inşallah. Çox uzun eləməyim. Mərsiyə də deyilər. Allahın izni ilə xanım Zəhradan biraz əzadarlıq eləyərik xanıma. Kisa hədisini bilirsiniz. Kisa hədisini oxumuşuq. Amma Kisa hədisində bir dənə gözəllik, bir dənə məqam var ki, bunu bir alim çox gözəl şəkildə izah eləyir. Deyir, əslində Allah Kisa hədisində bir səhnə qurub Fatiməni tanıtmaq istəyir. Amma Fatimənin tanıtımında gör kimləri Allah Taala orada müqəddimə qurur ki, bir dənə Fatiməni tanıtsın. Kisa hədisi ki, o adyalın altındakı Peyğəmbər sallallahu aleyhi və aleyhi uzundur da hədis demirəm. Allah Kisa hədisində təsəvvürünüzə gətirin ki, Peyğəmbəri, İmam Əlini, İmam Həsəni, İmam Hüseyni Kisa hədisində Allah o mənzərəni qurur ki, ta bütün səma əhlinə və yer əhlinə desin ki, Fatimə kimdir? İnanın Allaha, o hədisin, o hadisənin bir dənə qayəsi və məqsədi var Allah tərəfindən. Allah iradə elədi ki, orada xanım Zəhranı tanıtsın. Düzdür, ümumi Əhl-i Beyt də orada tanındı. Amma hədisdə bir dənə kəlmə, hədisdə bir dənə məqam var ki, baxırıq ki, burada Allah ancaq və ancaq xanım Zəhranı məth eləmək istəyir. Ora yığılanda ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi dua elədi. Allahümmə həuləi əhl-i beyti. Allah bunlar mənim əhl-i beytimdir. Əzhib ənhumur ritsə. Bunlardan maddi və mənəvi çirkabları uzaq elə və təthirhum. Onları pakla ginən. Bunu dua eləyəndə deyir, hədisdə gəlir ki, yerdən göyə bir nur saçdı ki, Həzrəti Cəbrail əleyhissalam dedi ki, Allahım, mən təhtəl kisa. O adyanın altındakılar kimlərdir? Mən təhtəl kisa. İndi Allah Taala adyanın altında o Yəməni kisanın altında olanları bizə məth edir. Nə deyir Allah Taala? Hum Fatimətə. Onlar Fatimədir. Adyanın altında Peyğəmbərimiz var. Adyanın altında İmam Əli əleyhissalam var. İmam Həsən əleyhissalam var. İmam Hüseyn əleyhissalam var. Allah təbarək və taala buyurur ki, hum Fatimətə. Allah şahid ki, dəhşətli bir məqamdır. Onlar Fatimədir. Və əbuha. Fatimənin atasıdır. Və bə'liha. Fatimənin həyat yoldaşıdır. Və bənuha. Və Fatimənin evladlarıdır. Fatimə, Fatimə, Fatimə. Allah orada demədi, Peyğəmbərin adını çəkmədi. Həzrət Əlinin də adını çəkmədi. O hədisdə Allah təbarək və taala ancaq və ancaq xanım Fatimə Zəhranın adını çəkdi və həmin alim buyurur ki, elə buradan da başa düşülür ki, Allah bu səhnəni ilə Fatimə üçün qurubdur.